Baş Milmuğan kollektoru 1994-cü ildə yaradılıb. İdarənin yaradılmasında əsas məqsəd Milmuğan və Muğan Salyan düzlərinin suvarılan torpaqlarında sızan qırnut, sel və məişət sularının Baş Milmuğan kollektoru vasitəsilə maneəsiz heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır. Ümumilikdə 446,476 km magistral və təsərrüfatlar arası kollektoru, onların üzərində 52 ədəd hidrotexniki qurğu, 3 ədəd su ölçü məntəqəsi, 71 ədəd körpü Baş Milmuğan kollektoru boyunca 140 kilometrə yaxın istismar yolu, 1515 kilometr təsərrüfatlar arası və təsərrüfatlar daxili kollektoru, drenaj şəbəkəsi və üzərində olan 982 ədəd borulu su buraxıcı istismar edilir. Bu işlər Daxili Su Ehtiyatları Agentliyinin tabeliyində olan Baş Milmuğan kollektorunun istismar idarəsi tərəfindən həyata keçirilir. Baş Milmuğan kollektoru istismar idarəsinin balansında olan Sabirabad Moranlı kəndində yerləşən Sabir adına kollektor üzərində görülən ildən təmizləmə işləri ilə tanışlıq aparırıq. Sabir kollektorunun uzunluğu 37,7 kilometrdir. Bu kollektorun hardasa 7 kilometrində O41-12 dragline ekskavatorları vasitəsilə ildən təmizləmə, sahil bərkitmə işləri yerinə yetirilir. Cari ilin 10 ayı ərzində Salyan, Neftçala, Sabirabad rayonları üzrə 255 kilometrə yaxın məsafədə ildən təmizləmə işləri ekskavator və buldozerlərin köməkliyi ilə yerinə yetirilmişdir. İdarə Sabirabad rayonu ilə bərabər Salyan və Neftçala rayonlarında işlərini davam etdirir. Belə ki, Salyan rayonu ərazisində 155 km məsafədə lildən təmizlənmə və təmir bərpa işləri aparılıb. Neftçala rayonunda isə 91 km məsafədə lildən təmizlənmə işləri görülüb. Qeyd etmək lazımdır ki, cari ilin 10 ay ərzində Baş Milmuğan kollektoru vasitəsilə Xəzər dənizinə 1 milyard 559 milyon kilometr su ötürülmüştür. Suyun maneəsiz ötürülməsi təmin edilmiştir. Baş Milmuğan kollektorunun balansında olan 3 nasos stansiyası vasitəsilə 6 milyon 500 min kilometr su həmçinin Xəzər dənizinə OD, OD1, OD2 nasos stansiyalarının 7 aqreqatı vasitəsilə ötürülmüşdür. Qeyd edək ki, Baş Milmuğan kollektorunun istismar idarəsi tərəfindən Salyan, Sabirabad və Neftçala rayonları ərazisində görülən kompleks meliorativ tədbirlər nəticəsində torpaqların münbitliyi artıb, uzun müddət əkin aparılmayan sahələr yenidən əkinə qaytarılıb.